Çox asan reseptlə quzu qabırğalı aş qazandan çıxarılmağı gözümü qorxutsa da yaxşı alındı. Öz üsulumla vişnəli çoban salatı da quzu ətinə çox yaraşdı. Bayram günləri marketlər növbə olur. Vaxt getməsin deyə hər şeyi Bazarşlar onlayn marketdən sifariş etdim. İlk dəfə idi marketdən ət alırdım. Çox təzə nazik qabırğasından da göründüyü kimi körpə quzu ətidir. Mənə görə quzu qabırğa başqa ədviyyat sevmir. Qabırğaları duz istiyotlayıb limon sıxıram. Qızğın tavaya quzu quyruğu atıb əti burada hər iki tərəfini mühürləyirəm. Tavanın dibinə diametri boyunca yağlı kağız sərib qabırğaları düzürəm. Sonra süzdüyüm düyünü üzərindən basaraq yığıram. Dəmlənmiş zəfəranını, kərə yağını gəzdirib təxmini 1-2 saat dəmə qoyuram. Etiraf edək ki, bu fəsildə artıq şoraba turşu istəmirik. Ona görə də vişnəli, bol göyərtili çoban salatı yerinə düşdü. Üzərinə isə limonla zeytun yağı gəzdirdim. Ət pambıq kimi bişmişdi. Aromatı isə bütün düyüyə hopmuşdu. Quyruq ilə karamelizə olmuş quzu qabırğası düşünün, üstü xırçıltılı, içi yumuşaq. Quzu ətini hədsiz sevirəm. Əsl bayram süfrəli yemək. Bəs siz bayrama nə bişirəcəksiniz?